بسم الله الرحمن الرحيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا. ولما رأى المؤمنون الأحزاب قالوا هذا ما وعدنا الله ورسوله وصدق الله ورسوله وما زادهم إلا إيمانا وتسليما. من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. ليجزي الله الصادقين بصدقهم ويعذب المنافقين إن شاء أو يتوب عليهم إن الله كان غفورا رحيما. صدق الله العلي العظيم. شکر الله خالقه که کرب و بلا ظاهره. شکر الله خالقه که کرب و بلا ظاهره. من حسین نوکرین من حسین نوکرین بگو شکر الله خالقه که کرب و بلا ظاهره. من حسین نوکرین من حسین یا حسین بین بالله اجلال و ماشاءالله مکتب و نهضت و آمال و ماشاءالله کربلا در گزل اقبال و ماشاءالله ام و اب بنت و اخ و آل و ماشاءالله. شکر الله خالقه که کرب و بلا. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. السلام علیک یا ابا عبدالله. السلام علیک یا ابن رسول الله.
السلام عليك يا ابن أمير المؤمنين وابن سيد الوصيين. السلام عليك يا ابن فاطمة سيدة نساء العالمين. Şəhid bundan əvvəlki qanı yerə düşə öz yerini cənnətdə müşahidə edər. Şəhid dirirkən dünyasını dəyişər. Şəhidləri ölü təsəvvür eləməyin, ölü xiyal eləməyin, onlar diridirlər. Nə bu mənaya ki, adları diridir. O ateistik baxışdır, fəqət adı diri olan. İnsan bədənindən əlavə ruhu var. Ruh ölməz. Ölmək ruhun bədəndən ayrılmağıdır və başqa aləmə köçmağıdır. Təkcə şəhidin fərqi başqaları ilə iki nüqtədir. Bir, köçərkən diridir, o körpüdə də diridir, necə ki, bərzəxdə diridir. İkinci fərqi budur ki, İndə Rəbbihim yurzaqun. Allahın nəzdində xüsusi rezqlənir. Hamı Allahın süfrəsindədir. Amma vaxtı birinə xatırladırlar, bu Allahın süfrəsindədir, yəni xüsusi süfrəsindədir. Vaxtı Ramazanda oruç tutana deyirlər, bu Allah qonağıdır, hamı Allah qonağıdır, yəni xüsusi Allah qonağıdır. Vaxtı həccə gedənə deyirlər, bu Allah qonağıdır, yəni xüsusi Allah qonağıdır. İndə Rəbbihim yurzaqunun da mənası budur. Hamı rezqlənir Allahın ruzusundan. Amma bunlar İndə Rəbbihimdirlər. Allahın nəzdindədirlər. Bunlar daha çox Allahın rəhmətini müşahidə edirlər. Daha çox Allahın rezqini süfrəsindən bəhrələnirlər və qidalanırlar. Aşura şəhadət ilə bir yerdədir. Bizim məktəbimizdə şəhidə ağlamaq var. Çün şəhidə ictimai və cəmiyyət nüqtə nəzərindən baxırıq. Şəhidə fərdi nüqtə nəzərindən baxsaq, özünə görə baxsaq, bu ağlamalı bir şey deyil. Bu fəxr eləməli bir şeydir. Şəhadət fəxrli məktəbdir. Şəhid olan izzəti ucalır, kəraməti yuxarılaşır. Allah nəzdində daha əziz olur. Ona görə şəhadət fərdi nöqtə nəzərindən ağlamalı deyil. Amma o ki tapşırıblar ağlayın şəhidə, xüsusilə İmam Hüseyin barəsində hədislər var, ağlayın. Bu nöqtə nəzərdəndir ki, şəhidə cəmiyyət nöqtə nəzərindən baxırıq ki, əlimizdən çıxdı. Bunun varlığına qədər bərəkətli idi. Bu bərəkət əlimizdən çıxdı. Məhrum olduq. Bizim ağlamağımız məhrumçılığımızadır ki, əlimizdən çıxdı. Foqdan üçün ağlayırıq. Məhrumiyyətə görə ağlayırıq. Bu cəmiyyət nöqtə nəzərindən baxışdır. Ki, şəhidin diri olanda, hazır olanda nə qədər bəşərə, cəmiyyətə bərəkəti var idi. Xüsusilə İmam Hüseyin kimi şəxsiyyət. İmam Rıza aleyhisselam buyurur, hər kim istəyir ağlasın, ağlayan layiqdir İmam Hüseyin ağlasın. Fə'lə mislil Hüseyin fəlyəbkil baqun. İmam Hüseynin tayına
ki Allah yolunda şəhadətə çatıbdır, ona ağlamalıdır. Şəhadət iki böyük unsuru var içində. Bir agahcəsinədir, bilir neynir, bir Allaha görə iş görür. Niyyəti Allahdır və düşünərkən bu addımları atır. Nə gözü kördür, nə qəlbi kördür. Gözü kördəyi bilir nə iş görür. Qəlbi kördəyi Allahı qəlbində yerləşdiribdir. Şəhid beləncidir. Xüsusilə Seyyid-ü-Şühəda. Buyurur, فَاِنَّ الْبُكَاءَ عَلَيْهِ يَحُطُّ الزُّنُوبَ لِزَمْ. İmam Hüseyin'i ağlamaq, İmam Rıza Aleyhisselam buyurur, böyük günahları insandan sirkəliyər. Necə ki, yarpaq sirkələnər yerə düşər. Niyə? Çün belənçə ağlamaq şəhidə insanda çevriliş yaradar. İnsanda içərisində dəşilmə yaradar və insan qeydər Allaha tərəf. Ağlayırsan, şəhidə, şəhid unvanı, yəni Allah yolunda o iki canından geçib, Allah niyyəti ilə agahcəsinə yolu düşünərkən, məqsədini düşünərkən can verib, buna ağlayırsan. Bu səni dəyişər. Bu ağlamaq da məhrumiyyət ağlamağıdır. Yəni Hüseyin şinassan, şəhid şinassan ağlayırsan. Bu insanın günahın silər. İnsan nə qədər yetişsə, Awliyaullah'a tanısa, bu Awliyaullah'ı tanımaq Allah'a bir addım yaxınlaşar insan. Çünki Awliyaullah'ı tanımaq, yəni ilahi dəyərləri tanımaq, Awliyaullah'ı tanımaq, yəni insanlar ki Allah'a yaxınlaşıblar, onların addımları ilə tanış olmaq, onların məqsədi ilə, yolu ilə tanış olmaq. İmam Rıza Aleyhisselam buyurur, mən təzəkkərə musabena və bəka limərtəkəbə minna kanə mə'na fi dərəcətina yevməl qiyam. Kim ağlıya və xatırlada bizim müsibətlərimizi, o hadisələr ki bizə baş veribdir, Kərbəlada, başqa yerlərdə, bunları xatırlada. Niyə? Çünki bu hadisələr bir şəxsi hadisə deyil. Bu hadisələr agahcəsinə addımlardır. Bu hadisələr insani dəyərləri qorumaq addımlarıdır. Dini dəyərləri qorumaq addımlarıdır. Bu hadisələr izzət və qeyrət addımlarıdır. Bu hadisələr fədakarlıq və Allah yolunda can vermək addımlarıdır. Kim bunları xatırlada, kanə mə'na fi dərəcətina. Bizim dərəcələrimizdə olar. Yəni, bizi görər, bizlə oturub durar. Və mən zəkkərə bimə musabina fəbəka və əbka. Kim xatırlada bizim müsibətlərimizi, ağlıya, başqalarına ağlada. Buyurur, ləm təbki eynuhu. Gözü ağlamaz da qiyamət günü. O günü ki hamı ağlardı, bu ağlamaz. Bu özünü dünyada səlaha, fəlaha, səadətə, uğura çatdırıbdır. Mən cələsə məclisən, kim o yerdə otura ki, o yerdə bizim müsibətlərimizi deyərlər. Bu vilayət dirilər. Yox ya fihi əmruna. Bizim əmrimiz yəni bizim vilayətimiz, Əhl-i Beyt vilayəti dirilə, o məclisdə otura ki, Əhl-i Beyt fəzilətləri dirilə, ləm yəmut qəlbuhu yevmə təmutul qulub. O günlər ki, qəlblər ölər, bunun qəlbi ölməz, bunun qəlbi diridir. Nəfəsul məhmum li zulmina təsbihun. İmam Sadiq Aleyhisselam buyurur, o ki bizim zülmlərimizə, bizə olan cinayətə, bizə olan zülmə kədərlənir, qəmlənir, o elə bir onun nəfəs çəkməsi təsbih deməkdir, Subhanallah deməkdir. Çünki o zülmü ki bizə olur, ilahi dəyərlər
qorumaq üçün idi bizim işlərimiz, addımlarımız. Ona qarşı zülm olubdu. Və sən narahat olsan ki, ilahi dəyərlərə qarşı niyə belənci bir hərəkətlər olubdu. Həzrəti Bəqiyyətullah, İmam-ı Əsr buyurur, fələin əxxərtənid duhur. Əgər mən nə qədər ömrüm var, yaşayam uzun ömür, fələəndubənnəkə səbahən və məsa. Ya Əbu Abdillah, ya Hüseyin ibn Ali, ya Seyyidü'ş-Şəhəda, sübh və axşam səni ağlayaram. İmam Əsr Əcələllâhu Teala Fərəcəhü-şərif buyurur. Deyir, mənə uzun ömrü də versələr, sənə ağlamaqdan doymaram. Bezmərəm. Və ləbkiyənnə ləkə bədələt dumu-id-dəma. Göz yaşı əvəzinə qan ağlayaram. İmam Əsr belənci bir cümləsi vardı. Ya İmam Rıza aleyhisselam Rəyyan ibn Şəbibə deyir, istəyirsən ağlayasan, İmam Hüseyni ağla. Onun kimin müsibət görən aləmdə olmayıbdı. Onun kimin əziyyət görən aləmdə olmayıbdı. Fəinnəhu yuzbəhu kəma yuzbəhul kəbş. Bunu çox cinayət ilə öldürüblər. Çoxlu rəhimsizliklə, insafsızlıqla öldürüblər, şəhid ediblər. Bunlar bir sıra hədislərdir ki, bizim məsum imamlarımız bizi tapşırırlar, şəhidə ağlayaq, Seyyidü'ş-Şəhədaya ağlayaq, İmam Hüseyin əleyhisselama əza saxlayaq və əzanın bir nümunəsi ağlamaqdır və bu ağlamaqla zillət ağlamağı deyil. İstəyirik biz bu ağlamaqla İmam Hüseynin qədrini çatdıraq ki, necə məhrum olduq, nə əlimizdən getdi, nədən məhrum olduq. Bunlar o məsələlərdir ki, bizim dini qaynaqlarımızda var. Bugün əcib bir hadisə baş veribdir. Dünya səviyyəsində qiyamətə qədər belənci bir dəhşət baş verməyəcəkdir. La yevm keyevmikə ya Əbu Abdillah. Sənin tayın gün olmayacaq ey Hüseyin ibn Ali. Bunu İmam Həsən Müctəba buyurur qardaşı İmam Hüseynə. Sənin tayın gün olmayacaqdır. Nə cinayətlər baş verdi bu gündə. Şəhid elədilər, bundan ürəkləri, çiynələri soğumadı. Başları bədəndən ayırdılar. Bu cinayət ilə, bu zülm ilə cinə dayanmadılar. Atları bədənlərə sürdülər. Cinə bu cinayət ilə kifayətlənmədilər. Xeymələrə ot vurdular və uşaqları xeymələrdən biyabana qovdular. Bunlarla cinə kifayətlənmədilər. Başları neyziyə vurdular. Şəhər dolandırmağa çalışdılar. Bu cinayətlər, bu məzlumiyyət özü də kimə? Peyğəmbərin nəvəsinə, Seyyidü'ş-Şəhəda İmam Hüseyin əleyhisselam. Ona ki, Peyğəmbər buyururdu, kim Hüseyni sevir, məni sevir. Əl-Həsən vəl-Hüseyn Seyyidə şəbab əhlil cənnə. Cənnət cavanlarının bunlar ağalarıdırlar. Ona ki, Peyğəmbər onu ağuşunda böyüdübdür. Peyğəmbər cəmaatın öz gözünün qabağında ona məhəbbət edibdir. Onu tavsiyə edibdir, tapşırıbdır. Ağlamalıdır. Cinayətlər, bilənçi bir dəhşət ilə. Ona görə İmam Hüseynə ağlamaq böyük bir
bərəkəti var insanın həyatında və buna çoxlu hədislərimizdə bizə tövsiyə olunubdur. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Uzaktan bir selamim var, perişan و گرفتارم. عجب عالی مرامیم var, مسلمانی علم دارم. Benim nezrim var ey Mola, sana bir gün olam kurban. Kalem kollar ve ağay, atam kurban, anam kurban. Kad qameti kerb و bela, alem sana başin eğer. Ey gözleri aşk sen, gözlerin dünyaya değer. Diğer Mecnun, diğer Agil, güzel yani Ebu Fazil. Diğer Mecnun, diğer Agil, güzel yani Ebu Fazil. Benim bana بلند eşkim, sana dünya gerin olmaz. Bütün alem güzellikte. Esselamu aleyke ya Ebu Abdillah. Selamun bedeni oklara nişan ağama. Hesire şulgalanıp cismi defn olan ağama. Selam Şimrin elinde kalan yaralı başam. O halda xeymelere nagiran bakan ağama. Selam qətliyə xeymədən oruz gedənə. Selam ola orucun akşam aşmayan ağama. Selam ola ağamın korkuşan balalarına. Gece o xeymə dalında tikan deren ağama. Selam ola o yol üstünde eyleşen balaya. Kıyamon sel arasında o ağlayan ağama. Hüseyin can ham alem elan deyinip birbirine Zohra şuradir. Selam ola o ele sarban elinde kalıp bir ömür duz
çöreğin sarbandadan ağama selam o ellere ki Ekber'in telin daradim Erebi kakulu gane batan cevan ağama selam ola ala gözlü uca alemdarem uşaklara özeliyle su paylayan ağamam selam söp açılınca rubabı ağladanam balık kimi o susuzdan çalıklayan ağama Zohra Aşura yedi İmam beraya akhirin mertebe geldi Xeymelerine vida eledi Ravi düşmenlendi Deyir bir yerde ben beter ağladım Hüseyin'e Hansı səhneydi Deyim mən uca yerde dayanmış idim Balayı telliden bakırdım Gördüm imam xeymeden çıktı eşiğe berayı vida Gördüm balalar belə babanı doğru eləyiblə bu damən ərəbisindən yapışıblar Balaların biri ağanı çekir bir semte, biri çekir sağa, biri çekir sola. Gördüm balalar belə ağanı doğru eliblə, ağa belə müstəsəl qalıb. Səkinə buyurdu baba, ruddena ilə hərəm-i cəddina. Bizi qeytərmədiyle baba. Gördüm Hüseynin yaxası qalıb balaların əllərində. Hər cürüdü müda elədim, mindi mərkəbinə, mindi atına. İmam atı bir heylədi, hərəkət eləyə gördü at yerimir. At bahuş olar, İmam bildi bir illəti var, at dayanıb, Zülcenah dayanıb. Ağa eyləndə bax diyordu, balaların bili belə atın ayağın qucaqlayıb. Deyir baba, baba doğrun şuluq oldum, mən səni görənmədim baba, ən aşağıya. İmam belə pozğun alın aləndə aşağıya, balanı oturtdu dizlərinin üstündə, ay ağladı ağa, ay ağladı bala. Nə halına imam vida edir, Allahu Ekber. İstədi duvara gedə birdən daldan səs gəldi, Hüseyn məhləl məhlab. Yəbnə Zəhra Hüseyin can dayan inan, nənəmin vəsiyyətin yerinə yetirim. Nədir vəsiyyəti? Hüseyin nənəmə əmr eləmişdi, axərin mərtəbəyi ki, sən gedəcəksən meydana. Boğazımın altından mən bu səvram. Əcəb bu Hüseyin, ağa ağlıya ağlıya, biyadı madər, nənənin yadıyla mindi mərkəbəm.
Hüseyin gedir Zeynep ağlar. Ay vay, vaktinizi çok almayayım, dekayık saati geçti. Zeynep bile geldi kardeşinin dalınca, itirmişem bu biyabanda bir gül aktarıram. Ne kadar aktarır tapan bir Hüseyin'in. Hüseyin ben seni lebularda itirdim. Bugün standa acep güllerin teraveti var. Hamısı kırmızıdır, rengi var, alameti var. Ama benim gülümün özge bir alameti var. Köhne pirahen benim Hüseyin'imin nişanesiydi. Tapan birdi Hüseyin'in. Hüseyin etrin gelir, ama özümü tapan birem. Birden gördü taşların altından ses geldi. O eleyyem. Bacı gel çek kenara okları neyze sınıklarım. Gör cismimi ne hale salıp kufiyan bacı. Taşları kenar eledi. Bunlar namusun dedim bunu okuyan bilezem. Yaralı kardeş, bilmirəm ne gördü. Başın düşübdü cismiden, aralı kardeş. Hiç bilmirəm aralısan, haralı kardeş. Yaralı kardeş. Diyeyim da zelil oleydi şimdi gör nece. Ayağını koyupdu sineme. Nice nişan verim yaralı can. Bu sineli kızın sekine ver. Bu sine bir kızın sekineye. Kızın dizlerini sıkıp kardeş. Bacımın evini yıkıp kardeş. Sinen sinelikten çıkıp kardeş. Hüseyin'e ben, ah Hüseyin'im vay. Hüseyin'im vay. Hüseyin'im vay. Hüseyin'im vay. Bir ben de diyeyim benim Hüseyin'im. Öldürecek yaraların beni Hüseyin'im. Gelen vurur, giden vurur seni Hüseyin'im. Benim Hüseyin'im. Daş daşın üstü andıva deyip, ok okun üstü kalbime batıp, neyze behem vurupdu cismimi. Harda kömeklerin Hüseyin kalıp, harda kömeklerin Hüseyin kalıp, hamı ucadan buyurun Hüseyin can. Hüseyin can.
Hüseyin can, Hüseyin can. Salam ola xərabədə yetim qalan uşaqlara. Atam, anam fəda ola tikan batan ayaqlara. Bulaqlar ağlayır bugün susuz yanan dodaqlara. Əlimdə su, gözümdə yaş, əzaya gəlmiş